Uşağımın poposu qaşınır, bunun qurddan olub-olmadığını necə dəqiqləşdirə bilərəm? Nəcis analizi vasitəsilə bunu aşkarlamaq olarmı? Xeyr, olmaz. Çünki popo ətrafında qaşınmaya ən çox səbəb olan qurd qıl qurdudur, enterobiyozdur ki, onun diaqnostikası üçün qızıl standart üsul nəcis ümumi analizi deyil, perianal sıyrıntının tədqiqi analizidir. Yəni, anal dəlik ətrafından skoçla yapışdıraraq, xüsusən də səhər tezdən 5, 6, 7 radələrində skoç o bölgəyə yapışdırdıqdan sonra həmin skoçun mikroskopiyası, yəni mikroskopla baxılaraq qurd yumurtalarının təsbit edilməsinə əsasən bu xəstəliyin, bu qurdun diaqnozu qoyulur. Bundan başqa ən yaxşı diaqnostika metodlarından biri səhər saat 5-6 radələrində şübhələnirsinizsə, uşağınızın poposunu açaraq, işıq salaraq baxmaq. Çünki o radələrdə qurd yumurtlamaq üçün anal dəlik ətrafına çıxdığına görə qurdu öz gözünüzlə də görə bilərsiniz. Xırda, ağ, hərəkətli qurd uşağın anal dəlik ətrafında və ya nəcisində gözünüzə dəyirsə, bu qıl qurdudur. Bu barədə mütləq həkimimizə bildirmə və mümkünsə gördüyünüz an onu görüntüləməlisiniz ki, müalicə və diaqnostika üçün bu həkimə kömək etmiş olsun. Mövzu haqqında ətraflı məlumat və əlaqə üçün 055 703 27 79 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.